Hər kəsə salam. Bu videoda mən çox ləzzətli və süfrələrə yaraşan yuxa salatı hazırlayacağam. Lazım olan ərzaqlar: 250 qram toyuq filesi, 350 qram yaşıl noxud, 4 ədəd yumurta, 3 ədəd yer kökü, 3 ədəd xiyar turşusu, 3 ədəd kartof, 1 dəstə yaşıl soğan, 1 dəstə şüyüd, yuxa və mayonez. İlk olaraq bütün ərzaqları xırda-xırda doğrayıram. Daha sonra iki yuxanın arasına heç bir ərzaq əlavə etmədən sadəcə mayonezlə yağlayıram. Ardınca yuxaların hər iki tərəfini bu şəkildə yağlayıram. Hər qata bir ərzaq əlavə edib zövqə görə duz səpirəm. Bütün qatlar hazır olduqdan sonra üzərini yenidən mayonezlə yağlayıb səliqə ilə rulet formasında bükürəm. Hazırladığım ruleti ən azı 2 saat soyuducuda saxlayıram ki, həm forması möhkəm olsun, həm də dadlar bir-birinə keçsin. Vaxt tamam olduqdan sonra bu şəkildə doğrayıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın.